Salam aleyküm. Baba, sen de özlə buxara papaq al da. Gör Qafar əmiyə necə yaraşır. Ben ifrat İslamcı değilim. 3 aylığından Müslümanım dinimize kurban olun. Amin ay Kazım, amin, 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 amin. Öyle mi? Bəli. Hiç türmede yatmışsan. Türmədə mən? Estağfurullah. Yox. Bəs sən necə? Ben de hele yok. Ah, şükür, şükür, şükür ay Kazım. Hoş gelsen. Xoş gününüz olsun. Hayır ola. Nə xeyr, ay rəhmətliyin oğlu. Nə xeyr. Deyəsən yadınızdan çıxır. Gülsüm Feyzullah kişinin rəhmətə gedən gün. Yok eşi. Vay vay. Allah rəhmət eləsin, bir ili tamam olur. Gəldim ki, məsləhət eləyək, gedək kişinin qəbrini ziyarət eləyək, ruhuna Yasin oxutduraq, ehsan verək. Qafar. Hə? Niye sen beni durup kalonlar türmeye dama bastırmazsın? Estağfurullah. Niyə ay balam? Nə olur ki? Oğlum ki, Hə? ben başka partiyaların üzvleriyle bir mecliste oturup bir mollanın ağzından Yasin eşidebilmeli. Baba düz deyir. Millət bir prinsiplə yaşamalıdır. Biz coğrafiya müəllimimizi dərslərini boykot eləməyə hazırlar. Çünki o JBP partiyasının üzvüdür. JBP nə də? Sonra deyərəm Qafar əmidən utanıram. Fransız dilində uşaqlarla söz vermişik ki, bəzi sözlərdən başqa bütün sözləri yadımızdan çıxaracaq, təzələri də öyrənməyəcəyik. Gördün! Yetişin! Maşallah. Yetişin! Oldu, oldu. Ay Gafaranı sen de başlamışsan ki falan kesin dedi, falan kesin Fransa'yı ziyaret etmeyi lazımdı. Yasin oturmak lazımdı. Vahşet ben niye kadar bilmirəm ki. Bu tümbəti olmuş Feyzullah kişinin. Ay Kazım, estağfurullah. Estağfurullah. Feyzullah kişinin mənə qohumluğu necə çatır? Özdə, sir-sifətdən məndən qat-qat çox zal yox sirdir. Düz deyir. Rəhmətli çox göyçək kişi idi. Özləri kimi erkək dovşana oxşamır. Hər şey doğru. Doğsam, Dovşan. mənə doğsan deyirsən. Mən yoxsamaq istəyirəm. Mən yoxsamaq istəyirəm. Ay Kazım, ay Kazım, ay Kazım. Ayıp. Sen hala buradasan. Ay Kazım ayıbdır Jale bacı. Qurtarın siz Allah. Kazım, gəl tök bu daşı ətəyindən. Ay kişi inan Allaha xoş gelməz. Gəlin məsləhət eləyək, kişinin ilini qeyd eləyək. Hə? Ehsan xərci də mənim boynumda, sizdən qara qəpik də istəmirəm. Qəpik? Azərbaycanda qəpik var, qəpiyimiz də kağızdandır. Ay hindi hər nədə, ay Kazım. Mən biraz pul yığa bilmişəm. Tək adamam da Jale bacı. Qafar qardaş. Vapşe nöşünü öyrənmirsən? O xırda çox evlənir. Düzdürəm, sayın. Sizin nə oldu birdən-birə? Nöşünü. Axı mən bədbəxt sizi güclə bir araya gətirmişdim. Daidimi. Arozda mehribançılıq yaratmışdım. Əməlli başlı qohum əqrəbə idik. Daidimi. İndi hər öz bir siyasi partiyanın üzvü olub, bir-birimizə yad, ögey, az qala düşmən kəsilmişsiniz. Atam qardaşım. Belə olmaz axı. Nə sıxırsan? Bilirsən indi millət haqqında fikirləşməyək. İndiki zamanada kənarda qalmaq olmaz. Biz, BBB'çilər, bizim sıralarımıza qatılmağa çağırırıq. BBB'çilər! BBB nədir ay Kazım? Bas barmaq partiyası. Bizim partiyamız. Zəhra xala qızı 700 volt OBP partiyasından. Orta barmaq partiyası. O boyda Cahangir soruş məndən hara girdi? Hara girsə yaxşı. Hara girbi? ŞBP'ye şəhadət barmaq partiyası. O Tamuç var ha, Tamuç. Karim müəllim. Hə, o getdi ÇBB partiyasına. Çeçələ barmaq partiyası. Sen bak özün ağıllı adamsan, dünya görmüş adamsan, hakkına yarayacağım böyle hakkına. Çeçele parmağından da siyasi partilerine düzür ya. Sen şimdi sussun. Jale bacı, sən necə? Mənim kimi bir tərəfsən deyəsən, hə? Dəlizade olmamışam ki bir tərəf olum. Mən də ABP-nin üzvüyəm.
O da barmaqdır. Barmaq olmağına barmaqdır. Ha. Ama adsız barmaqdır. Adsız. Ha, deyən. Kasım, bəs sən başqa partiyadan olan arvadla bir damın altında necə yaşayırsan? Ara Ha? kıştırmayın. Yox da, Bu barmağın ki adı olmayan, Ha. bir barmağın ki adı olmayan, onun neye gücü çatar? Hiç neye. Ay. Onunla yaşamağa ne var? Ay, başım şişdi. mənim. Karadeniz'den buz getir başı şişir. Kazım, nə deyirsən? Gəlin yığılaq bir yerdə kişinin ilini qeyd eləyək, əşi sonra ayrılın da. Ha? Ben sözümü dedim. Kazım, heç olmasa gedək təzə qohumla bir məsləhətləşək də, görək o nə deyir. Təzə rəisi deyirəm. Bakın Meleş, Suçin Meleş onun yüzünü görmemiş. Ha, bu rəis bizə obursundan da doğma əziz adamdır. Düzləyir də. Özü də dövlət adamıdır, inzibati orqançisidir. Onlar siyasətlə zaten məşğul olmurlar. Hə? Gedək görək o nə deyir. Hər halda bir baş yaxşı olsa, iki baş ondan da yaxşıdır. Qaragün düzləyir də. Xahiş edirəm, Kazım. Mən ölüm. Ay, mən ölüm oldu. Öldürdü ya özünü. Sen bayağıdan eğleşmemişsin ha? Yo, öyle böyle. Doğrudan. Valla. Gel eğleş de. Gel eğleş, yaxşı dur. Ha, sağ ol. Eğleş. Sen de benimle. Bu arkadaş mağazada gelesin. Gene kaçson. Bak sen dünya görmüş adamsan. Ama hakkına ya hakkına dinle. Çeçene parmaktan siyasi partiye olan sen bir duvar sor.